Yəni bir insan 2 saat treninq keçməklə və yaxud da 2 gün treninq keçməklə pilates instruktor ola bilməz. Amma təəssüflər olsun ki, bu gün Bakıda bu şəkildə instruktorlar çoxdur. Ümumiyyətlə pilates idman növüdür, terapiyadır, yoxsa insanın ruhunun anlamasıdır? Yəni insan öz bədəninə dialoqa mı keçir? İnsanlar artıq buna təkcə bir idman kimi baxmır. Bir həyat tərzi kimi. Bəzən gəlir dinclik tapır, beyni dincəlir, ruhu dincəlir. Pilates qadın üçündür anlayışı. Bu doğru anlayışdır. Bunun yaradıcısı belə, yəni kişidir. Və təsəvvür edin ki, bu idmanı yaradan kişidirsə, bu birinci növbədə özünü düşünür. Yəni bu anlayış da bəzən olur ki, deyir, ay kişi pilateslə məşğul olmaz, yüngül idman növüdür. Ay kişi pilateslə məşğul olmaz, yüngül idman növüdür. Bir bəy olaraq deyir ki, yox, pilates xanımlar üçün biz onları pulsuz dərslərimizə dəvət edirik. Və orada çox demirəm, əgər yəni 20 dəqiqə o ağırlığa tab gətirsə, mən ondan razılaşaram. Hər vaxtınız xeyir olsun. Bu gün biz növbəti podkastımızın çəkilişini edirik. Bu günlərin biz daha fərqli mövzudan danışacağıq. İllərlə dəbdə olan, hər kəsin sağlamlığına xeyir olan pilatesdən danışacağıq. Bu gün mənim qonağım illərlə Azərbaycanda ilk pilateslə məşğul olan, ilk pilates trenerlərindən biridir. Ruslan bəydir bu günlərin mənim qonağım. Xoş gəlmisiniz. Salam, Təşəkkür edirəm gəldiyiniz üçün, bizə vaxt ayırdığınız üçün. Çox təşəkkür edirəm mən də sizə ki, məni bu günləri öz verilişinizə qonaq kimi dəvət eləmisiniz. Təşəkkür edirəm. Ruslan bəy, pilateslə məşğul olmağa necə qərar verdiniz? Azərbaycanda pilates anlayışı hələ yox ikən bu yola çıxmaqda çətinlik çəkmədiniz ki, biz bu hekayəni çox dinləmək istərik. Deməli belə oldu da, təxminən 12 il öncə, 11 il, tam 12 ildə 11 il öncə mən fitness instruktoru kimi çalışırdım və bu Instagramın belə deyək də artıq populyar bir elə bir yerinə gəlmiş. Instagram yavaş-yavaş populyarlıq qazandı və bunun da məntiqi nəticəsi kimi bu fitness instruktorları çoxalmağa başladı və mən də fikirləşdim ki, özümü başqa bir yolda sınayım. Hələ Azərbaycana aid, belə deyək, Bakıda o qədər də populyar olmayan bir idman qarşıma çıxdı. Yenə də internetdə sadəcə belə araşdırma verərkən pilatesi gördüm. O vaxta qədər açığı deyim ki, pilates haqqında heç bir təsəvvürüm yox idi. Ümumiyyətlə pilates bilirdim nədir? Yəni mat pilates belə bir idman olduğunu bilirdim, amma alətli pilatesdən xəbərsiz idim. Və bir nəfərdən indiki həmin studiyada hal-hazırda işləyir. Oradakı bir yaxın yoldaş deyək, təklif elədi ki, belə bir idman. Mən də təklifi müsbət dəyərləndirdim və biz pilatesə başladıq. Azərbaycanda ilk dəfə olaraq ilk pilates studiyanı yaratdıq və bu şəkildə də davam elədik. Artıq mən özüm də 9 ildir sizi tanıyıram. Bəli, bəli. Yəni bu illər bilirəm ki, çox qısa illər deyil, sizin yolunuz uzun illərdir. Sadəcə Ruslan bəy, pilateslə məşğul olmaq sizə biznes tərəfdən məşğul olursunuz, yoxsa bu sizin bir missiya daşıyıcısıdır? İnsan öz işini sevməlidir birinci növbədə. Yəni bir işə açığı, yəni mən bu subyektiv fikirdir. Biznes kimi baxarsansa, məncə o qədər də uğur qazanmayacaqsan. Ona görə birinci növbədə işini sevərək başlamalısan. Ondan sonra isə bu biznes tərəfi, bu maliyyə tərəfi isə mən elə düşünürəm ki, zamanla özü öz yoluna düşür, qaydasına düşür. Ona görə də yəni mən bu işə biznes olaraq başlamamışam, adi bir işçi kimi başlamışam. Bundan sonra da indi özüm müstəqil bir pilates studiyası kimi fəaliyyət göstərirəm. Ruslan bəy, bəs neçə dənə siz gün ərzində insanlarla çalışırsınız? Ümumiyyətlə pilates idman növüdür, terapiyadır, yoxsa insanın ruhunun anlamasıdır? Yəni insan öz bədəninə dialoqa mı keçir? Mən deyərdim ki, pilatesdə hər üçü var. Hər üçü var, amma pilates birinci növbədə təbii ki, reabilitasiya idman növüdür. Sağlamlığa qulluq eləyir. Ondan sonra məsəl üçün bizim müştərilərimiz var ki, artıq pilates onların elə biri məsəl üçün sizin özünüzün belə deyək də artıq həyat tərzinə çevrilib. Yəni ona görə də insanlar artıq buna təkcə bir idman kimi baxmır. Bir həyat tərzi kimi. Bəzən gəlir dinclik tapır, beyni dincəlir, ruhu dincəlir. Həm də eyni anda da idmanla məşğul olmuş olur. Yəni bir güllə ilə 2 dovşan vurmuş olur. Həm də ki, məncə düzdür. Həqiqətən mən illərlə məşğul olmuşam. Sonra müəyyən bir pandemiya dönəmində ara vermişdim müəyyən səbəblərə görə. Yenidən artıq 1 ildir idmana qaydanda, pilatesə qaydanda həqiqətən birinci növbədə bədən
öz yerində, amma terapiya kimi. Yəni ki, insan disiplinli həftədə 3 dəfə, 4 dəfə pilatesə gedəndə gün ərzində gördüyü işlər də uğurlu olur. Çünki səhər-səhər artıq biz o enerjini alırıq, həm idmanla məşğul oluruq, həm terapiya alırıq. Bəzən trenerimizlə psixoloji söhbətlərimizi edirik, günümüzə start edirik. Həqiqətən məncə pilates hər bir insan həyatında olmalıdır. İndiki son dönəmdə yaşlı nəsillər də artıq pilateslə Təbii ki, məşğuldur. mənim 74 yaşında da Bəli, müştərilərim var. bəli, Yəni bəli. 55 və yaxud da 60. Yəni belə deyək də Pilates 7-dən 77-yə bütün insanlara belə deyək qulluq eləyir, xidmət eləyir. Yəni burada düzdür, yaş fərqi olaraq məsəl üçün yaxşı olar ki 13-14 yaşdan başlasın. Amma məsəl üçün belə bir necə deyək, sağlamlıqla problem varsa, biz o halda daha Yüngül. da əlbəttə daha tez yaşlardan da pilatesə başlamaq olar. Ümumiyyətlə mən belə bir qeyd oxumuşdum. Sizinlə də bunu bölüşmüşdüm, səhv etmirəmsə, bir neçə ay bundan öncə bir podkastı dinləyirdim. Bir xanım, xarici xanım danışırdı ki, neçə il depressiyada qalıbdı. Depressiyadan çıxmaq üçün ona pilatesi məsləhət biliblər. Heç inandırıcı gəlməyibdi, sadəcə gedibdi. Şansın sınayıbdı. Bəli, və pilateslə özü danışırdı ki, həyatımda məni depressiyadan pilates çıxartdı. Çünki səhv etmirəmsə, biz pilatesə bunu siz daha gözəl izah edə bilərsiniz. Onurğamızla, Bəli. duruşumuz, Qamətimiz, bəli, bəli, bizim bəli. qan dövranımız işləyəndə beynimiz də daha gözəl işləyir. Təbii Beyin də ki. passivdə olmur. Hər zaman aktivdə olur da. Bunu daha gözəl məncə izah edərsiniz. Həm də ki, insana sağlam həyat üçün mütləq pilates lazımdır həqiqətən. Sadəcə ümumiyyətlə bütün idman növündə pilatesdə də disiplin lazımdırmı? Ümumiyyətlə disiplin məncə yəni insanın həyatında, yəni bir insan disiplinsizdirsə məncə həyatda uğur qazana bilməz. Yəni birinci növbədə disiplin hər şeydə çox vacibdir. Bu istəyir biznes olsun, istəyir idman olsun, istəyir başqa bir sahələr olsun. Yəni mənim düşüncəmə görə disiplinsiz insan uğur qazana bilməz. Təbii ki, idmanda da bu daha çox özünü biruzə verir. Yəni disiplin olmalıdır. Çünki burada pilatesdə bizdə fərdi dərslərdə adətən düzdür, bizdə qrup dərslərimiz də olur, amma fərdi dərslər elədir ki, hər kəsin öz saatının tam olaraq tamına öz saatında gəlməlidir. Yəni bu 2, 3, 5 dəqiqə sonra gəlməyi, gecikməyi belə deyək də ondan sonrakı müştərilərə də təsir edir. Ona görə disiplin birinci olaraq saat fərqinə görə, vaxt dəqiqliyinə görə yaxşı olar. Məcburdur ki, insan öz vaxtında gəlsin. Tutaq ki, səhər-səhər saat bizim 7-də də müştərilərimiz var, 8-də də var, 9, 10 və ilaxır bu şəkildə gedir. Yəni ona görə təsəvvür edin ki, disiplinsiz insan necə idmanla məşğul? Yəni təbii ki, belə insanlar bizə də rast gəlir. Bir ay maksimum ən uzağı belə insanlar 2 ay, yəni Bəli. gedir və ondan sonra Davamiyyət olur. əlbəttə biz zaten o insanları ilk baxışdan artıq sezə bilirik ki, bu insan pilatesə nəyə görə gəlir, nə axtarır. Yəni biz bilirik ki, bu insan davam eləyəcək və yaxud da davam eləməyəcək. Bu da təbii ki, zamanın verdiyi təcrübədir mən deyərdim. Ruslan bəy, pilates qadın üçündür anlayışı. Bu doğru anlayışdır, yoxsa bu necə ümumiyyətlə deyilir ki, ancaq pilates qadın üçündür? Bu tamamilə yanlış bir fikirdir. Çünki bunun yaradıcısı belə, yəni kişidir. Və təsəvvür edin ki, bu idmanı yaradan kişidirsə, bu birinci növbədə özünü düşünür. Nə mənada öz sağlamlığını düşünür və ondan sonra, yəni bu da bir insan, yəni kişidirsə, təbii ki, bu ilk növbədə bayaq dediyimiz kimi reabilitasiya idman növüdür. Burada fərqi yoxdur, kişidir, qadındır. Bu bir insan üçün yaradılmış idman növüdür. Ona görə ümumiyyətlə bizdə biraz daha öncələr biz bu işə təzə-təzə başlayanda təbii ki, belə bir stereotip var idi insanlardakı, yəni kişi trenerlə məşğul olmaq falan, yəni o zamanlarda müştərilərimiz biraz sıxıntı çəkirdilər. Şükürlər olsun ki, bu gün artıq elə bir sıxıntımız yoxdur. Pilates həm kişi, həm qadın üçündür. Yəni ümumiyyətlə Türkiyədə adətən bu işi daha çox kişilər görür. Trener olaraq. Trener olaraq daha çox kişilər görür. Təbii ki, xanım trenerlər də var. Bizdə isə yəni ilk başda mən yəni başlamışdım. İndi səhv eləmirəmsə artıq Instagramda görürəm ki, kişi trenerlərimiz də yəni az da olsa artıq var. Yəni 3-5 falan da olsa artıq kişi trenerlərimiz də var.
fəaliyyət göstərir. Əslində çox gözəl bir şeydir. Yəni irəliləyişdə həm kişi trenerlərin pilateslə məşğul olmağı Bəli, həqiqətən bəli. ümumiyyətlə sırf o demək deyil ki, yəni tələbə olaraq da ancaq qadınlar pilateslə məşğul olur. Bu Qətiyyən. anlayış da yoxdur. Bəli. Mən bilirəm sizin tələbələriniz də var, kişi və qadın Bəli. həqiqətən. Yəni bu anlayış da bəzən olur ki, deyir, "Ay, kişi pilateslə məşğul olmaz, yüngül idman növüdür." Əslində bu doğru bir anlayış deyil həqiqətən. Çünki çox sağlamlıq tərəfinə baxanda kişilər üçün də çox sağlam bir Təbii ki. pilates idman növüdür. Eləcə də qadınlar üçün həqiqətən. Biz elə deyən insanları dəvət edirik studiyamıza. Məsəl üçün, əgər kimsə deyir ki, bir bəy olaraq deyir ki, yox, pilates xanımlar üçün, biz onları pulsuz dərslərimizə dəvət edirik. Və Və orada orada çox demirəm, əgər yəni 20 dəqiqə o ağırlığa tab gətirsə, mən ondan razılaşaram. Yəni həqiqətən. tamamilə yanlış fikirdir. Bəli, Pilates bəli. həm xanım üçündür, həm kişi üçündür. Yəni pilates sağlamlığa qulluq eləyən, xidmət eləyən bir idman növüdür. Ona görə burada ümumiyyətlə Doğru anlayış deyil bəli, bəli, həqiqətən. qadın və yaxud da kişi heç bir fərq eləmir. Həqiqətən. Ruslan bəy, pilates insan gücünü necə dəyişir? Sizcə pilatesə gələnlər öz bədənləri üçünmü gəlir, yoxsa özləri üçün gəlir? Belə deyək də, ilk öncə çünki pilates Azərbaycanda, yəni son 10 illik deyək də, son 10 ildə gəldiyinə görə pilates Azərbaycanda biraz yad idman növüdür. Yəni çoxsu bunu belə deyək də bilmirdi nə olduğunu. Mat pilates var idi. Sadəcə alətli pilates yavaş-yavaş, yəni çünki insanlar əsas da bizdə daha çox xanımlar başlamışdı belə deyək də bu idmanla məşğul olmağa, sonra bəylərimiz də yavaş-yavaş cəlb olundular. Yəni ilk öncələr bəli, ola bilər ki, insan gəlir yoxlamağa və artıq bir müddətdən sonra onun xeyrini görür, belə deyək də, artıq bədənində dəyişkənliyi görəndən sonra pilates onun həyatının ayrılmaz bir hissəsinə çevrilir. Yəni ona görə düşünürəm ki, daha öncə sadəcə insan maraq üçün gəlirdisə, bir müddət sonra o artıq onun həyatının belə deyək də bir həyat tərzinə çevrilir. Sizcə bizim cəmiyyət bədəninə qulaq asmağı bacarırmı? Yoxsa istifadə edirik sadəcə bədənimizdən? Yox, artıq mən deyərdim ki, son illərdə bizim cəmiyyət başlayıb artıq belə deyək də bədəninə qulaq asmağa, sağlamlığına fikir verməyə. İndi təsəvvür edin, pilatesi demirəm, adi bir belə deyək də səhər-səhər dəniz kənarında yürüyüş olsun, qaçış olsun. Məsəl üçün 15-20 il öncə səhər-səhər bulvarda nə qədər insan yürüşə çıxırdı məsəl üçün, amma bu günləri çıxın baxın görəcəksiniz ki, nə qədər insan çıxır. Bu yürüyüşü olsun və yaxud da fitnesslə məşğul olmağı olsun, pilateslə məşğul olmaq olsun, fərq eləmir. Bu da deməkdir ki, artıq bizim insanlarımız yavaş-yavaş bədəninə qulaq asmağa başlayıblar. Məncə də, Yəni bu həqiqətən. artıq belə deyək də görünür. Yəni hər tərəfdən də aydın şəkildə görünür ki, insanlarımız əvvəlki kimi deyil, son zamanlar daha çox özünə fikir verməyə başlayıb. Bu Və da bizi çalışır ki, sevindirir. hər idman növünə məşğul olaq Bəli. həqiqətən. Yəni özünüz də gördüyünüz kimi fitness mərkəzləri olsun, pilates studiyaları olsun, çox artıb. Yəni bu o deməkdir ki, tələbat var. Tələbat var, amma təəssüflər olsun ki, tələbat bəzən də yersiz nələrsə ortaya qoyur, nə mənada. Bu günləri bizim nə qədər peşəkar pilates instruktorlarımız var. Təəssüf ki, çox azdır bu. Qaşı düzəldən yerdə vurub gözü çıxardan, yəni instruktorlar da az deyil. Çünki yenə deyirəm, tələbat var deyə insanlar fikirləşir ki, mən bunu öyrənim. Yəni bir insan 2 saat trening keçməklə və yaxud da 2 gün trening keçməklə pilates instruktor ola bilməz. Amma təəssüflər olsun ki, bu gün Bakıda bu şəkildə instruktorlar çoxdur. Yəni mən bir dəfə casting eləmişdim, mənə köməkçi lazım idi, pilates köməkçisi, assistent olaraq. Mən onda gördüm, yəni xanımlar müraciət eləmişdilər. Yəni mən onda gördüm ki, yəni adam deyir ki, mən sertifikasiyalı pilates trenerəm, amma ümumiyyətlə pilatesin pulsu yoxdur adamda. Yəni ona görə də təəssüflər olsun ki, bu şəkildə təbii ki, bu təkcə pilates aid deyil, fitnessdə də bu şəkildə Hər deyil. bir sahədə Hər bir əslində. sahədə tələbat varsa, deməli burada saxta məşqçilər də az deyil. Həqiqətən. Ruslan bəy, bəs biz fitnessə getdiyimiz zaman, məsələn, mən özüm fitnesslə də məşğul olmuşam.
Fitneslə məşğul olanda bizim daxil olurdu 2 saat fitnesdə vaxtımız gedirdi. Amma pilatesdə elədir ki, məsələn, səhər saat 9-da daxil oluruq, 10-da çıxırıq və yaxud da 50-də, 9:55-də, bəli, hə. 50-də bəli biz çıxırıq. Ondan artıq həqiqətən bədən yorulur. Bəli. Amma fitnesdə mən fitnesi buraxmağımın səbəbi bədənim çox yorulurdu və hiss edə bilmirdim bədənimi. Həm ağır məşqlər edirdim, həm də ki 2 saat, 2 saat yarım çox vaxtım gedirdi. Amma pilateslə başlayandan o saat fərqi. Məncə pilatesin ən gözəl doğru olan bir şey də odur ki, saat fərqi. Həm Az vaxtda vaxt azdır və o daha vaxtda çox, da bədən daha daha çox hiss intensiv. edərək məşq Bəli. edir. Belə deyək də, fiziki idman növləri olaraq, yəni burada təkcə söhbət pilatesdən getmir də, yəni burada bütün güc idman növlərinə aid eləyirəm. Yəni yaxşı olar ki, bu 50-55 dəqiqədən o tərəfə keçməsin. Bəli, biz cavankən bunun belə deyək də fəsadlarını hiss eləməyəcəyik, amma müəyyən bir yaşdan sonra bunu hiss eləməyə başlayacaq. Ona görə məsəl üçün gymdə də fərq odur ki, yəni orada da təbii ki, ağırlıq falan, yəni hər şey qaydasındadır. O barədə bir şey deyə bilmərəm. Çünki daha öncə də fitness instruktor kimi fəaliyyət göstərirəm. Sadəcə fərqlər bilirsiniz nədir? Orada sizin hər yanaşma arası sizin vaxtınız var. Yəni Həqiqətən. dinlənirsiniz. Hər yanaşma arası tutaq ki, bir hərəkət elədiniz və 1 10 dəqiqə və yaxud da dəqiqə, 50 dəqiqə, 50 saniyə dincəldiniz, məsəl üçün və yaxud da 2 dəqiqə dincəldiniz. Burada isə tutaq ki, sizin idmanınız pilates 50 dəqiqə nəzərdə tutulur və 50 dəqiqə non-stop siz, yəni durmadan müəyyən hərəkətlərdən hamısından 50 dəqiqə ərzində sıxışdırmalı olursunuz. Yəni sadəcə olaraq ona görə də mən düşünürəm ki, az vaxt ərzində nəticə vermək üçün pilates yəni o barədə daha yaxşıdır. Həm də ki, Məncə də. vaxt məhdudiyyətinə görə, yəni gəlib təbii ki, vaxtınız varsa saat yarım fitnesdə, burada söhbət kardiodan da gedir, hamısından gedir, amma pilatesdə biraz fərqlidir. Pilatesdə vaxt az olsa belə intensivlik yüksəkdir. Həm kardio var pilatesdə, həm də silovoy məşqlərdə. Bunu Pilatesdə həm belə deyərdim də, həm kardio var, həm güc var fiziki, yəni ağırlıq var, həm balans var, həm də belə deyək, qamət sağlamlığı var. Qamət, düzgün qamət. Stretching var. Yəni ən bir sonda bədənimizi də dinləyə bəli, bilirik. bəli. Yəni bir idman növündə bir neçə şey belə deyək də toparlanıb. yerdə. Bəli. Hamısı bir Buna görə də məncə pilatesin bir balaca fərqi ondan ibarətdir ki, yəni az vaxt ərzində daha çox intensivlik və daha çox nəticəyə gətirir. Təbii ki, burada genetik də öz sözündür. Yəni hər insanda da eyni deyil. Yəni bir insan gələr 3 aya nəticə görər, bir insan gələr 6 aya nəticə görər, bir insan isə 1 ildən sonra. Bu genetik faktorlar da var ortada. Həm Yəni də ona yeməyimizə görə də fikir təbii Biz ki, qidamıza yəni fikir sehrli idman pilatesdən növü sonra yoxdur. Mütləq şəkildədir ki, qida sağlam birinci növbədə. qidamıza, Bəli, bəli. həqiqətən. Bu bütün idman növlərində də insan qidalanmağına birinci növbədə baxmalıdır. Dinlənməyə, yatmaq falan filan. Ondan sonra idman gəlir. Yəni bütün bunlar yoxdursa, yəni istəyir gündə 50 dəqiqə yox, gündə 2 saat da pilateslə məşğul olsun, nəticə ala bilməyəcəksən. Məncə də həqiqətən. Mən bir şey xatırlayıram ki, Ruslan bəy, bir кейsim var, onu sizinlə bölüşmək istəyirəm ki, fitneslə məşğul olduğum zaman mənim bir trenerim var idi. İlk başlayanda fitneslə çox əsəbi trener idi. Amma sadəcə mənim qabağıma məqsəd qoymuşdum ki, mən çəki verməliyəm, bədənimi yığmalıyam və davamlı gedirdim. Amma getdiyim müddətdə də trenerimi bəyənmirdim. Burdan etiraf edirəm. Çünki çox əsəbi idi. Qorxaraq ona bir şey deyirdim. Yəni çox həyəcanlı idim. Yəni məşqə həyəcanla gedirdim. Komfortda deyildim, çox həyəcanlı idim. Mənim üçün maraqlıdır bu suala siz necə cavab verəcəksiniz? Bir təlimçi öz travmalarını həll etmədən tələbələrlə necə işləyə bilər? Maraqlı sualdır. Məncə bir insan birinci növbədə öz travmalarını həll eləməlidir. Çünki pilates elə bir idman növüdür ki, yəni burada hardasa fitnesə də yaxınlıq var, hardasa yoqaya da yaxınlıq var. Bəzi hərəkətlər oxşayır. Yəni məncə insan ruhən sakit olmalıdır birinci. Yəni ondan sonra belə deyək də kiməsə də köməklik göstərməlidir və yaxud da göstərə bilər. Amma bir insan özünün problemləri varsa, özünün travmaları varsa, mən düşünmürəm ki, o başqalarına o barədə köməklik göstərə bilər. Yəni insan özü öz problemlərini həll eləməlidir, öz travmalarını həll eləməlidir. Ondan sonra isə
başqalarına bu yolda kömək eləməyə çalışmalıdır. Məncə də ümumiyyətlə bir istəyir təlimçi olsun, istəyir digər peşə sahəsində olan insan, əgər qarşındakı tələbələrlə çalışacaqsa, o birinci təmkinli olmağı bacarmalıdır Təbii ki. həqiqətən. Bu iş elə bir işdir ki, hər cür sizin hər xarakterdə Bəli, gündə bəli. tələbələr görürsüz həqiqətən və həmin tələbələr bəzən evdəki stresslə də yaxınlaşırlar Bəli. və siz daxil olan kimi də çox gözəl anlayırsınız həqiqətən. Artıq biz bir növ psixoloq olmuşuq bu barədə. Mən deyərdim, artıq illərdir çalışırıq insanlarla. Yəni tutaq ki, gəlir hamının problemi var. Birinin evində məsəl üçün yoldaşı ilə problemi, ailə uşaq problemləri, məişət problemləri və biz istər-istəməz biz ona qulaq yoldaşı oluruq bu sahədə və təbii ki, o sənə problemlər haqqında danışır, dərdin danışır. Sən bilmirsən buna pilates keçəsən, bilmirsən bunu dinləyəsən. Yəni Buradan bütün tələbələri seçdi. bəzən olub ki, çoxdan olub bu. Maraqlı bir hadisə olmuşdu. Bir xanım gəlib, xanım ailəsindən ayrılmışdı. Çox, yəni 7-8 il öncə səhv eləmirəmsə, xanım ailəsindən ayrılmışdı. Nəsə bu gəldi belə kefsiz halda. Bəs mən ondan soruşdum ki, yaxşısınız. Bu başladı danışmağa və danışdı. Müəyyən bir vaxtdan sonra bu daha da emosional olmağa başladı və başladı bu belə gözləri dolub ağlayır. Mən də buna belə deyək də pilates hərəkətləri, yəni məşq deyil, biz idmandayıq. Mən buna istər-istəməz çünki vaxtı da gedir axı. Bundan biri var ki, bu axırıncı müştəridir. Mən buna yəni saatı var. Mən buna daha rahat məşq etsəm, yetərincə zaman ayırıb. Amma burada mən ona tutaq ki 50 dəqiqə nəzərdə tutursam, mən ona 50 dəqiqəyə çatdırmalıyam. Çünki bundan sonra başqa müştəri var. Bu xanım belə deyək, ağlayır dolumsanmış şəkildə və mən də məcburən həm bunu dinləyirəm, həm də bunu ağlaya-ağlaya məşq elədim. o aparatdan, o trenajordan, bu trenajora, bu trenajordan o da mənə belə biraz alındı. Belə qəribə baxır ki, mən burada dərdimi danışıram, ağlayıram. Bu da mənə buradan ora aparır, oradan buraya gətirir. Yəni belə şeylər olur. Və istər-istəməz, yəni dediyim kimi də biz bir növ psixoloq oluruq. Çünki hər gün yeni problemlər. Çünki gün ərzində səhər saat 7-dən startap edirsiniz Bəli, həyatınızda və gün ərzində 8, 9, 10 nəfər tələbə görürsüz, insanlar görürsüz. Hər biri qaradır, biri ağdır. Həqiqətən. Müəyyən hərənin fərqli psixologiyası Və enerjisi olur. Bəli, hərənin Enerji də fərqli çox önəmlidir 100% mən o məncə. şeylərə biraz inanıram. Yəni mütləqdir ki, insan səhər-səhəri mən daha çox belə deyək, yaxşı aura saçan insanları daha çox səhər saatlarında çağırıram. Yəni bu təbii ki, bəzən məndən asılı olmur, amma mən o şeylərə diqqət edirəm ki, səhər-səhər məsəl üçün aurası yaxşı insanlar gəlsin. Günə elə Çünki start bəzən edirsiniz. ola bilər ki, yəni səhər-səhər elə bir adam gələ bilər ki, və sənin bütün enerjini sovurub gedə bilər və sən yəni artıq ikinci müştəridə yorula bilərsən. Həqiqət. Amma bəzən yenə deyirəm, gün ərzində 8, 10, 12 müştəri yola sala bilərsən və günün sonunda da çox pozitiv şəkildə yorulmadan çıxıb gedə bilərsən. Bəzən də tam tərsi olur. Yəni artıq 3-cü, 4-cü müştəridə sən artıq yorulursan. Yəni deyirəm, yəni elə müştərilərimiz də olub ki, yəni olur da bəzən sən istəmirsən ümumiyyətlə o adama belə deyək, artıq görürsən ki, belə deyək də onun məşqə yanaşmağı, pilatesa yanaşmağı bir növ özünə yanaşma kimi hiss edirsən. Yəni o yanaşma əgər sənin ürəyincə deyilsə, sən görürsən ki, o sadəcə olaraq gəlir, yəni bir qalışqa üçün gəlir pilatesa. Biz vurğuladıq, biz bayaq danışanda Bəli, ki, bəli. o öz bədənin hiss etmədən gəlir. gəlir. Mən pilatesə gedirəm. Bəli. Hansı bir idman növü ilə məşğulam Yəni həqiqət. mən pilateslə məşğulam və yaxud da nə bilim adını eşidib gəlib, yəni bunlar da az deyil. Trendə qoşulur. Bəli. Təbii ki, bu insanlar çox çəkmir. Yəni bu insanlar çox az bir müddətdə, yəni artıq özləri dayandırırlar və yaxud dayandırmasa belə açıq etiraf eləyim ki, biz elə eləyirik ki, o artıq idmanını dayandırsın. Yəni belə də müştərilərimiz az olmayıb. Artıq bizi çünki belə deyək, yorur. Söhbət fiziki yorğunluqdan getmir, mənəvi yorğunluqdan gedir ki, artıq bizi o qədər yorur ki və biz özümüz o müştərini çox belə mədəni şəkildə yola salırıq, onun özünün ruhu da incimir. Ruslan bəy, ümumiyyətlə insanlar sizin yanınıza gələndə ilk gözləntiləri nədir? Bədənlərin formaya salmaqdır, yoxsa həyat tərzlərinin dəyişməkdir? Sizcə nədir? Bu insana görə dəyişir. Yəni insan var, sırf sağlamlığına görə gəlir. Belə deyək də, onurğasında problem var.
yəni hər hansı bir sağlamlıqla bağlı problem var. Yəni və yaxud da oynaqlarında problem var. Belə də olur. Bəzənsə xanımlarımız daha çox belə deyək, arıqlamaq üçün gəlirlər. Çünki pilatesdə ola bilər çəki olaraq az çəkidə fərq eləyə bilər, amma tam olaraq korreksiya olunmuş bir bədən belə deyək 2-3 ay məşqdən sonra görmək mümkündür. Təbii ki, qidalanmağa əgər fikir verəcəksinizsə. Yəni ona görə də mən bunu iki yerə bölərdim. Sağlamlıq Həm üçün bədən gələnlər var, formasına, bəli, həm də və müəyyən bir vaxtdan sonra artıq sağlamlıq üçün gələnlər belə zaten müəyyən bir vaxtdan sonra yavaş-yavaş onlar da formaya düşməyə başlayır. Yəni biz daha öncə onların o problemlərini aradan qaldırmağa çalışırıq. Problemlərini aradan qaldırandan sonra, o ağrını aradan qaldırandan sonra isə təbii ki, başqa bir pilatesdə başqa hərəkətlərə keçirik, başqa bir levelə keçirik. Hərəkətlərin sayəsində adam həm çəki vermiş olur, həm daha xoş görünüş əldə eləyir, həm də belə deyək də sağlamlığına qovuşur. Yəni onurğasında və yaxud da oynaqlarında olan problemlərlə bağlı. mən özüm pilatesə başlayanda, fitnessdən pilatesə keçəndə mənə Türkiyədə diaqnoz qoyulmuşdu ki, sağlamlığımla bağlı problem var idi və orada Türkiyədə ilk dəfə mənə pilates haqqında danışıblar. Və mən icazə vermədilər fitnessə mənə, ağır qaldırmaq olmazdı. Mən Azərbaycana döndüyüm zaman pilates axtarmağa başlamışdım və o zaman bizim sizinlə tanışdığımız o zaman olmuşdu. Və sağlamlıq adına getmişdim, amma da müəyyən bir müddətdən sonra həqiqətən illərlə fitnessə vaxtımı, zamanımı, bu mənim şəxsi fikrimdir, vaxtımı ayırdığımı düşündüm ki, pilatesə daha tez bədən formaya düşür və daha tez yığılır əzələ olaraq həqiqətən. Və ağır, çox ağır qaldırmadan heç də pilates Yüngül yüngül idman növü deyil, deyil, bəli. həqiqətən. Yəni o qədər olub ki, səhər məşqə gələndə deyirəm, oy bir dənə pirsidaniya olmasın bu günlərim və məşqdən sonra ağrıdığım vaxtlar olubdu və sizinlə də bölüşmüşəm ki, ay Ruslan bəy, mən çox ağrıdım, çox incitdim. Amma bu da davam, hər gün biz bu məşqləri etmirik. Bəli. Siz onu elə bölürsüz ki, Bölünür, siz bəli. bunu elə qaydaya Yəni həftədə salırsınız 3 ki, dəfə əgər bir insan 3 dəfə idmana gəlirsə, pilatesə gəlirsə, bunun üçünün də intensivliyi eyni olmur. Biz bunu belə deyək də, elə bölürük ki, yəni orta ağır belə deyək, ağırlıq olur və həftədə bir dəfə isə daha ağır məşqlər olur. Bu artıq yeni başlayan müştərilərə aid deyil. Təbii ki, yeni başlayanlar həmişə ilk levellərdə qalırlar və 3 aydan sonra və yaxud da 2 aydan sonra baxır yəni insana. Amma belə məsəl üçün o məşq yəni müddətində həftədə 3 dəfə də biz onu bölürük. Yəni dediyim kimi bir dəfə ağır məşq olursa, 2 dəfə də orta ağır olur. və biz bəzən də trenerimizə deyəndək ki, bu günlər yüngül məşq eləyək, həmin dəqiqə biz daha ağır məşq edirik. Təbii ki, burada bu müştərinin fikri, o yəni burada belə deyək də bizə ilk başa salınan qanunlardan da biri o idi ki, yəni müştəri sizdən təbii ki, bunu istəyəcək ki, daha yüngül məşq ver. Amma sonra yüngül hər dəfə yüngül versin, o nəticə görməyəcək və bir ay sonra gəlib sənə deyəcək ki, mənim nəticəm yoxdur. Yəni həm də biz belə deyək də millət olaraq biraz tələskən millətik. Biz hər şeyin nəticəsini tez gözləyirik. bəli. Və ona görə də biz çalışırıq ki, təbii ki, burada yəni dediyim kimi də 1 aya, 2 aya nəticə vermək çox asan bir şey deyil. Yəni zaman alan bir şeydir. Bütün idman növlərində olduğu kimi pilatesdə də bu təbii ki, zaman lazımdır. Amma bunu tənzimləyib belə deyək də yoluna qoymaq olur ki, lor dildə desək, nə şiş yansın, nə kebab. Sizinlə bir danışdıq ki, müştərilərin bəzən gələndə siz hiss edirsiniz, bu gün onun nastroyenisi var, elə bu gün hansı? Yəni bunu zaten biz danışdıq. Mən olubdu həqiqətən məşqə gəldiyim zaman kefimin olmadığı vaxt olub, sağlamlığımla bağlı. Amma gəldiyim zaman bilmirəm, ya bunu siz hiss edirsiniz, biz daha ağır məşq edirik. Və günün sonu olubdur ki, sizə təşəkkür də edirəm ki, yaxşı ki biz bu günlərin belə məşq etdik. Daha ağır məşq, Həqiqətən və o insan bədənində hormon Endorfin. qalxır və gün ərzində inanın o keçdiyim o çətinlik və yaxud da olmadığım keyfsizliklər onların hamısını unuduram. Pilatesə düşəndən də sonra yadıma gəlmir. Həqiqətən bu çox gözəl bir şeydir. Bunu hiss etmək lazım. Bunu mən özümdə hiss edirəm deyə vurğulayıram ki, mən bunu hiss edirəm. Ona görə sevərək çalışan məşqlərimə gəlim. Ruslan bəy, son zamanlar, son illər insanlar 9-6 saatından işləyir və oturaq həyatdır.
Hər birimiz oturaq həyatla məşğul oluruq və buna görə də pilateslər son illərdə daha çox məşhurlaşdımı ki, insanlar oturaq həyatda bizim onurğamız əyilir, sağlamlığımızla bağlı, ayaqlarımızda hansı bir problemlər olur. Buna görəmi pilates daha son illərdə inkişaf etdi? Deməzdim tək buna görə, çünki iş təbii ki 9-6 həyatımıza təsir eləyir və mən ən çox telefon, yəni bütün günü biz əlimizdə telefon, boynumuz da əyri şəkildə və bu nəticədə bizdə kifoz yaradır və yaxud da oturanda isə düzgün oturmayanda, yəni bütün günü oturaq həyat sürəndə bu onurğada lardoz yarada bilər. Nə bilim, çoxdur, yəni onurğa problemləri çoxdur. Bu beldə yırtıq da yarada bilər. Təbii ki, pilatesdə belə deyək də, populyarlığının səbəblərindən biri deyərdim mən hardasa ki, bu da rol oynayır. Çünki mən düşünürəm ki, 50 il, 60 il öncəki, yəni onurğa problemləri ilə müqayisədə indi daha çoxdur onurğasında problemi olan adamlar. Çünki daha öncə insanlar daha aktiv həyat yaşayırdılar, amma son illərdə isə tamamilə dəyişib. Hamımız ofis işləri, oturaq iş, kompüter, telefon və bu da özünün məntiqi nəticəsi kimi gətirib onurğamızda problemlərə çıxardır və pilates olaraq da biz o problemləri aradan qaldırmağa çalışırıq. Hərəkətsiz günlərimiz keçir, Bəli, həqiqətən bəli. elədir və ofis həyatı, hər bir işdə Ümumiyyətlə, bunlar oturaq. hamısı təsir edir. Ona görə də yaxşı olar ki, məsəl üçün həftədə heç olmasa vaxtın yoxdursa, 2 dəfə pilatesa gələsən, məşğul ol. Və yaxud da vaxtın yoxdursa da bu ev şəraitində də Mat belə üzərində. deyək də, xalça üzərində, ev şəraitində də eləmək olar. Müəyyən bir juqutla, Kiçik toplarla. bəli, kiçik toplarla və yaxud da böyük topla hərəkətlər. Təbii ki, bunu ilk dəfə baxırsan, peşəkar məsləhət alandan sonra özün də evdə davam eləyə bilərsən bu şəkildə. Ruslan bəy, pilates digər idman növlərindən nəyə görə daha üstündür? Digər idman növləri ilə müqayisədə az öncə dediyim kimi də pilatesdə mənim subyektiv fikrimdir və təcrübəmə arxalanaraq deyə bilərəm ki, o biri idman növlərinə nisbətən daha tez nəticə əldə etmək olur. Yəni fərq olaraq məncə budur. Yəni pilatesdə az vaxt ərzində daha çox nəticə əldə etmək mümkündür. Bu 3 ay, 6 ay yoxsa 1 il? 6 ayda məncə nəzərdə tutulur yoxsa? Bu İndividual. insana görə, bəli, bu individual bir şeydir, fərdi bir şeydir. Bu ola bilər ki, yenə dediyim kimi 3 aya da ola bilər, 5 aya da ola bilər, 1 ilə də ola bilər. Təbii ki, bu görünüşdən gedir. Bu sağlamlıqla bağlı yanaşmasında demirəm. Məsələn, sağlamlıqla bağlı təbii ki, bizə onurğasında problem olan adam gəlib 1 aydan sonra mütləqdir ki, nəticə alacaq. O ağrıdan azad olacaq. Mən demirəm o ağrı belə deyək, bir insanın həyatının ömürlük çıxacaq. Yox, o adam nə qədər ki pilatesdədir, o ağrı heç vaxt onda olmayacaq. Amma təbii ki, bu sağlamlıq tərəfindən bu şəkildə. Amma görünüş olaraq zəifləmək üçün, arıqlamaq üçün nəzərdə tutulursa, bu 3, 5, 6 ay, yəni deyirəm düzgün qidalanma varsa. Ümumiyyətlə hər bir idman növündə sağlam qida olmalıdır. Bu nəinki pilates, Bəli. nəinki fitness. Yəni belə bir sehrli idman yoxdur. Yəni insanlar düşünür ki, pilatesə gedəcəm və yaxud da fitnessə gedəcəm, nə istəyirəm yeyəcəm, amma arıqlayacağam. Belə bir şey yoxdur. Yəni pilatesdə də, fitnesdə, hər bir idman növlərində də bu kaloriya bağlı bir şeydir. Yəni yediyindən, qəbul elədiyindən daha çox kalori yandırmalısan ki, belə deyək, zəifləyəsən. Amma sən belə deyək də yandırdığından daha çox kalori qəbul eləyəcəksənsə, burada sadəcə olaraq yerində saya bilərsən. Yəni. Bəs səhər saat 7-də pilatesə gələn bir tələbə qidalanması acmı gəlməlidir, yoxsa Yox, təbii ki, səhər saat 7-də insan gəlirsə və yaxud da 8-də də mən və o insanlara ac qarnına gəlməyi tövsiyə eləyirəm, mütləqdir ki. Çünki idmanla yeməyin, qidalanmanın arasında 2 saat fərq olmalıdır. Yəni bu adam səhər saat 7-də gəlirsə, bu yeyib durub gəlməməlidir. Onun üçün də bu daha məsləhətdir ki, gəlib idmanını eləyib gedəndən sonra artıq normal şəkildə səhər yeməyini yeyə bilər. həm də ki bəzi hərəkətlər var ki, çox çətindir. Biz Təbii ki, ona görə də adlarını düzgün tələffüz edə Ona görə bilmirəm. də Yəni biz yuxarıdan Bəli, rastlaşqa bəli, bəli. eləyirik, nədir? Yəni o zaman tox olanda Bəli, bəli. Bu mədədə də diskomfort yarada bilər. Yəni məsləhət görülmür ki, toxqa fərqi yoxdur. Səhər-səhər gəlirsən, obeddə gəlirsən, axşam gəlirsən. Məsləhət görülmür ki, tox qarnına idmana gələsən. Yəni pilatesdə də, nə bilim, bir futbol oynayırsan belə, yenə burada da belə yeyib durub futbola getmək, yəni mümkün deyil, düzgün deyil. Ona görə
yaxşı olar ki, qidalanmaqla 2 saat. idmanın arasında 2 saat fərq olsun. Pilates sizin hekayənizdə hansı boşluğu doldurur? Mən pilatesdən öncə çox idman növlərinə məşğul olmuşam. Yəni uşaqlıqdan bəri çox idman növlərində özümü sınamışam. Hətta peşəkar futbol belə oynamışam və futbolda zədə aldığıma görə müəyyən bir vaxtdan sonra fitness təlimçisi kimi fəaliyyət göstərmişəm və ondan sonra isə pilatesə gəlmişəm. Pilates məndə çox boşluqları doldurub deyərdim. Yəni pilatesdə mən rahatçılıq tapmışam. Həm mənəvi, həm belə deyək, ruhən rahatçılıq tapmışam. Necə deyim sizə, sağlam onurğaya sahibəm, şükürlər olsun məsəl üçün. Yəni hələ ki bu yaşıma qədər sağlamlıqla bağlı onurğada olsun, dizimdə olsun, dirsəyimdə olsun, yəni heç bir problem yaşamamışam, şükürlər olsun. Və düşünürəm ki, bu təbii ki bir Allahın lütfüdür və sadəcə ikinci məsələ olaraq da bu pilatesin bizə belə deyək də köməkliyidir. Yəni xeyridir. Bunu deyərdim mən. Mən sizə təşəkkür edirəm. Bu gün dəyərli vaxtınızı bizə ayırdığınız üçün çox xoş oldu. Ümidvaram hər kəs bizi dinləyib faydalanacaqlar. Növbəti podkastımızda görüşənədək təşəkkür edirəm.